kimi. Azərbaycan Radiosu 100. Səsin yaddaşında izi qalan mərhum şair, jurnalist İbrahim Göyçaylı və ömürgün yoldaşı Adilə xanımın həyat hekayəti. Azərbaycan Radiosunun tarixində silinməz iz qoyan simalardan biri də şair, jurnalist, əməkdar mədəniyyət işçisi İbrahim Göyçaylıdır. O, ömrünün 40 ilini radioya, sözə və səsə həsr etmişdi. Göyçaylının şəxsiyyəti də poeziya qədər saf və həzin idi. Şəxsiyyəti ilə poeziyası bir-birini tamamlayırdı. Yaradıcılığı ilə həm də klassik poeziyamızı yaşadırdı. O, müqəddəs duyğulardan, vətənə, insana, təbiətə, gözəlliyə, məhəbbətdən, özünə məxsus bir tərzdə yazan, milli ənənəyə, kökə bağlı bir şair idi. Əllərim sinəmdə qaynayır, daşır. Alnıma yazılan rastıma gəlmir. Mənim tale ağrım həddini aşır, əhdim öz əhdinə qovuşa bilmir. Niyə dəyişdin nurlu sabahı, nə idi günahı, nə idi ahı? Üstünə hər səhər çıx mənim, arzu tək ürəyimdən, qəlbimdən ötənim, mənim sevincimi yer bilər, göy bilər, ömrümə ən əziz gün gələr. İbrahim Göyçaylı 1936-cı il noyabrın 12-sində Göyçay rayonunun Alıkənd kəndində anadan olmuşdu. Məktəbi bitirdikdən sonra 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. Ədəbiyyata böyük sevgisi olan gənc oğlanın həyata, gələcəyə olan arzuları aşıb daşırdı. İbrahim instituta daxil olanda ilk sevincini Adilə ilə bölüşür. Adilə 2 sinif aşağı oxuyurdu. İbrahim ona incə hisslər bəsləyirdi. Hiss eləyirdi ki, Adilə də ona qarşı laqeyd deyil. İbrahim, artıq tələbəsən. Bakıda qalacaqsan. Yəqin ki, kəndə qayıtmaq istəməzsən. Yox Adilə, heç bir yer mənə kəndimizi unutturmaz. Əgər burada məni gözləyənlər varsa, heç unutmaram. Mən, yəni biz səni gözləyəcəyik. Onda dönəcəm Adilə, məni gözlə. Yaşaya bilmərik ayrılıqda biz ki bilərik arda qoşasın, gecələr sübhətdək səssiz sənirsiz. Sənin pəncərəndə yaşayar ürəyim. Adilə məktəbi bitirdikdən sonra İbrahimin elçilərinə yox dedilər. Amma gənclərin sevgisi maneələr aşa bildi. Valideynlər xeyir dualarını verdilər. Gənc ailə əvvəlcə kirayədə qaldı, sonra dövlət mənzil verdi. İlk qızları 1961-ci ildə dünyaya gəldi. Ailəyə sevinç gətirdiyi üçün Sevinc adını verdilər. Sonra Rəna, Elçin, ən son isə Orxan doğuldu. İbrahim Göyçaylı iş həyatında da uğurlar qazanırdı. Bir neçə qəzetdə redaktor kimi çalışan İbrahim bəy 60-cı illərin sonlarında Dövlət Radiosuna gəldi və həyatını həmişəlik bu sehirli məkana bağladı. Poeziyaya könül verən şair Azərbaycan ədəbiyyatı haqqında bir-birindən dəyərli verilişlər hazırladı. Radio onun üçün bir məktəb, bir tribuna, bəzən də dərdini, sevincini paylaşdığı sirdaşı idi. O, klassik və müasir Azərbaycan ədəbiyyatını, şeir və dramaturgiyanı radio dili ilə sadə, anlaşılan tərzdə təqdim etməyi bacarırdı. Bu yazın mənimlə qan qohumluğu, bu yazın sinəmdə yer həsrəti var. Açılan gözümdə qəriblik yuxu, dualı könlümdə məhəbbəti var. Məlhəmdir eşqimə bu yaz günləri,
Onları günlərlə dolu ürəyim, uzaq illərimdən gəlmisən bəri, yağışlı yağmurlu yolu ürəyim. İbrahim Göyçaylı həm də şair, nəğməkar kimi tanınırdı. Onun çox şeiri mahnılarda əbədiləşirdi. Adilə isə ev xanımlığını seçmişdi. Onun üçün ən önəmli vəzifə ailənin qayğısına qalmaq idi. Adilə xanım şairin həyatında təkcə ömrügün yoldaşı yox, sözün əsl mənasında yol yoldaşı idi. Şairlərin biraz ərköyün, biraz da şıltaq olduqlarını bilən Adilə xanım bu yükü səssizcə, gileysiz daşıyan qadınlardan idi. İbrahim, yeni şeirini oxudum. Gözəl şeirdi. Adilə, şeirsiz həyat görəsən necə olardı? Həyatı gözəlləşdirən şeirdir. Şeir həm də etirafdır. Ola bilər, niyə soruşdun? Sən mənə heç vaxt sevgini etiraf eləməmsən. Bu şeirlərdə mən o etirafı axtarıram. İbrahim Göyçaylı ciddi adam idi. Hisslərini açıb ağartmağı sevməzdi. Həyat yoldaşının gözlədiyi etirafı da içində gizləyirdi. Kalbimden ürkelenir teze ve bana. Sen benimsense gülüm benim de bu dünyada. Güzellerin içinde sen amadan neredesin? Çiçekler mi güzeldir yoksa sen mi güzelsin? İllərlə, aylarla kim bilmir kim? Qəm əkir, dərd əkir, heyrət əkirəm. Bir zaman sevmirdim, əzab çəkirdim. İndisə sevgidən əzab çəkirəm. Kalbi temiz inci yar, söz demeyin inci yar. Gözlerimin ışığı, ömrümün sevinci yar. İbrahim Göyçaylı milli mənəvi dəyərlərin keşiyində duran, dilinə, kimliyinə bağlı bir ziyalı idi. O inanırdı ki, insanın kökü ana dilindən başlayır, düşüncəsi və dünya görüşü də həmin dildə formalaşır. 1960-cı illərdə uşaqları məktəbə yazdırarkən Adilə xanım fikrini bölüşdü. İbrahim, uşaqları bəlkə rus dilində məktəbə yazdıraq. Dil öyrənsinlər. Gələcəkdə çətinlik çəkməzlər. Adilə, mənim övladlarım ana dilində təhsil alacaqlar. İnsan öz dilində oxumalı, öz dilində düşünməyi öyrənməlidir. Rus dilində öyrənsinlər, başqa dilləri də bilsinlər. Amma təhsilin təməli Azərbaycan dilində olmalıdır. Fikrimin ay işığında yol gedirəm bir gəmidə. Ürəyimdə vətənimin sevinç payı, çiynimdədir bu dünyanın daş qəmidə. Ana vətənimiz dönməli səndən, ay aman dönməli səndən. Sinəmiz güllədən alqan olsa da, ana vətənimiz dönməli səndən, ay aman dönməli səndən. İbrahim Göyçaylı üçün həyat yalnız misralardan ibarət deyildi. Onun şeirinin kökü evdən, ailədən, səssiz fədakarlıqlardan başlayırdı. Bu fədakarlığın adı isə Adilə xanım idi. Evin qapısı həmişə açıq idi. Naxçıvani küçəsindəki yazıçılar binasının 4-cü mərtəbəsində qurulan süfrə yalnız yemək süfrəsi deyildi. Sevincin, ailə istiliyinin, birliyinin süfrəsi idi. Həyatını hayküysüz, sakit, huzurlu yaşayırdılar. Hər an sevgi, səbir, sədaqət və paylaşmaqdan ibarət idi. Kövrə ürəkli İbrahim Göyçaylı isə sevgisini sözlərlə ifadə etməzdi. Amma bəzən süfrə başında oturarkən gözləri dolardı. Taleyin sınağı isə uzaq deyildi. Evin son beşiyi, 12 yaşlı Orxan qəfil xəstələndi. Dərmanlar fayda vermədi. Sanki balaca bir ürək bu dünyaya çox tez yorulmuşdu. Onun gedişi ilə evdə dərin bir sükut çöktü. Nə qədər ağırdı bu dərdin oğul. Olmuş həqiqətə inanmaq çətin. Anlaya bilmədim oğul.
Bəs niyə gəlmişdin? Bəs niyə getdin? İbrahim Göyçaylının qəlbində övlad yarası qövr elədi. O gündən ailənin ən sevimli kəlməsi dədə sözü oldu. Bu sözdə böyük bir itkinin xatirəsi vardı. Orxanın ilk dil açanda ona dediyi söz idi bu. Nəvələr dünyaya gələndə onlardan istəyi dədə kəlməsi oldu. Hər nəvə dədə deyəndə itirdiyi oğlunun səsi yenidən evə qayıdırdı sanki. Bu ad onun qəlbində həm yara idi, həm də təsəlli. Uzun illərdən sonra Adilə xanımın xəstəliyini eşidəndə də İbrahim Göyçaylı təsəllini sözdə aradı. Döydü yağış kimi əzablar məni, başımı itirdim bu çək-çevirdə. Yaman ayaqladı təzadlar məni, gördüm ki qalmışam bir quru yerdə. İbrahim, son vaxtlar gözümə bir kef deyirsən. Olmuya mənim fikrimi eləyirsən. Bu hardan çıxdı? Həkim deyir ki, sənin heç nəyin yoxdur. Tezliklə sağalıb ayağa duracaqsan. Bu yolun geri dönüşü yoxdur, bilirəm. Amma sən mənim fikrimi elədiyin kimi, mən də səni düşünürəm. Sənin qayğını kim çəkəcək? Yazı masanın arxasında vaxtı unudanda kim səni səsləyəcək? Həyatın sərtliyindən kövrəkləşəndə kim səni qoruyacaq? Adilə, hamımızın sənə ehtiyacı var. Bir də sənə demək istəyirəm ki, Nə? heç yat artıq, gecdir daha. Bir də ürəyinə belə fikirlər gətirmə. Söz İbrahim müəllimin içindəki ağrıya təsəlli olsa da, xəstəliyin qarşısında hər şey aciz idi. Adilə xanım canından çox sevdiyi ailəsinin səssiz kədərini anlayır, özünü nikbin göstərərək onları ovutmağa çalışırdı. Amma gün-gündən biraz da zəifləyir, hər gün biraz da həyatdan gen düşürdü. Necə də tez döydü həsrət qapımı, apardı canımdan can bildiyimi. Bilirdim düşəcəm bu olacağa, beləcə yaşadım bir həyatımı, beləcə sap kimi döndüm yumağa. Adilə xanımı ondan qoparan fələyi İbrahim müəllim qarğımadı. Sadəcə öz içinə çəkildi. İnsanlardan gen düşdü. Zaman və məkan mənasını itirdi. Yalnız sözə sığındı. Sən yoxsan ömrümdə, günümdə indi. Mən ki həsrətində min yol düşmüşəm. Çətindir mənim üçün. Hər şey çətindir. Mən vaxtdan, məkandan uzaq düşmüşəm. Yalnız Adilə xanımı həmişəlik itirdikdən sonra şair onun xəyalına sevgisini etiraf elədi. Bu illər ərzində demədiyi, gecikən etirafı idi bu. Amma bilirdi ki, Adilə onu duyur. Axı Adilə onu sükutundan da anlayırdı. Boyası dəyişdi yaşanan ömrün. Zülməti çoxaldı ayın, ilində. Əbədi uyudu sevincim o gün. Düşdü didərginə sevgi dilimdə. İbrahim Göyçaylının təsəllisi söz və səs idi. O sözün gücünə inanırdı və bu gücü paylaşdığı efir həyatının hər anında onun yanında idi. 40 illik yaradıcılıq dövründə
İbrahim Göyçaylı radionun ədəbi dram redaksiyasında çalışaraq Azərbaycan milli mədəniyyətinin efir yaddaşına öz töhfələrini vermişdi. 2006-cı ildə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülməyi də bu əməyin qiyməti idi. 2007-ci ildə ömür boyu nəcifliyi, zərifliyi və insanlığı tərənnüm edən şair gözlərini əbədi yumdu. Nəcib ömür yolunu müşayiət edən könül sözləri isə səsdə, sözdə və yaddaşlarda yaşamaqda davam edir. Durnalar payızdan bahara uçur. Qəlbimdən boylanan gül puçur-puçur. Yaşıl ağaclar da ağacı qucur. Bütövlük çağında ölüm olmuyor. Azərbaycan Radiosu 100. Səsin yaddaşında izi qalan mərhum şair, jurnalist İbrahim Göyçaylı və ömürgün yoldaşı Adilə xanımın həyat hekayətini təqdim etdik. Ssenari müəllifi Günel Natiq, rejissor Ülviyə Zamanlı idi. Müəllif mətnini Səməd Yusif Canlı oxudu. Rolları səsləndirdilər Şövqü Hüseynov və Xuraman Həsənova.